Salam əziz şagirdlər və hörmətli valideynlər. Kanalıma xoş gəlmisiniz. Bugün sizinlə birlikdə çox maraqlı bir məsələnin sirrini açacağıq. Amma məsələyə keçməmişdən əvvəl gəlin kiçik bir söhbət edək. Siz xəritəyə baxmısınız? Xəritədə bütün dünya, ölkələr, böyük şəhərlər cəmi bir vərəqə yerləşir. Amma siz bilirsiniz ki, Bakı şəhəri vərəq qədər balaca deyil. Sadəcə onu kağıza sığdırmaq üçün çox kiçiltmişdik. Təsəvvür edin ki, sizin çox sevdiyiniz bir oyuncaq maşınınız var. O əsl maşının tamamilə eynisidir, amma çox kiçikdir. Sizə maraqlı deyilmi ki, görəsən bu cür kiçildilmiş əşyaların əsl ölçüsünü necə tapmaq olar? Baxın, indi qarşımızda da eyni tipli bir tapşırıq var. Burada bir lövhə şəkli verilib, bu əslində kiçildilmiş bir şəkildir. Yəni bu kiçikliyində lövhə ola bilməz. Bu lövhə də eyni oyuncaq avtomobil kimidir. Biz əsl nəhəng avtomobili kağızın üstündə sığışdıra bilmərik. Ona görə də onu kiçildib şəklini çəkirik. Lövhəni də eləcə. Sinif otağındakı böyük lövhəni kağızda kiçik göstərmək üçün onu 50 dəfə kiçiltmişik. İndi bizə tapmaq lazımdır ki, şəkildəki bu balaca lövhəni böyütsək, əslində nə boyda olar? Çox sadə. Şəkildəki ölçüləri götürürük və 50-yə vururuq. İndi məsələmizi oxuyaq. Şagirdlər sinif otağındakı lövhənin ölçülərini 50 dəfə kiçiltməklə çəkdilər. Lövhənin real ölçüləri nə qədərdir? Çox sadə. Şəkildəki ölçüləri götürürük və 50-yə vururuq. Baxın, 4 sm və 3 sm. Bizim bu kiçik lövhəmizin eni 3 sm-dir, uzunluğu isə 4 sm-dir. Santimetr vurulsun 50-yə. Çünki 50 dəfə kiçildiblər. Real ölçünü tapmaq üçün. Bərabərdir. 3'ü vururuq 5'ə, eləyir 15, yanına da 0 qoyduq, oldu 150 santimetr. Yəni 3 santimetr vurulsun 50, eləyir 150 santimetr. Biz bilirik ki, bizim 100 santimetrimiz bərabərdir 1 metrə. Deməli, 150 santimetrimiz də olacaq. 1 metr 50 santimetr. Biz tapdıq ki, bu bizim enimizdir. İndi isə lövhənin uzunluğunu tapaq. Enini tapdıq. Demək, uzunluğu verilib 4 santimetr. Eyni qayda ilə davam edirik. 4 santimetr vurulsun 50. Edir, deməli 4'ü 5'ə vururuq. 20, yanına 0'ımızı qoyduq, oldu 200 santimetr. Yenə biz bilirik ki, 100 santimetrimiz, baxın altından xətt çəkirəm. 100 santimetrimiz 1 metrdir. Deməli, 200 santimetrimiz də olacaq 2 metr. Deməli, biz tapdıq ki, 2 metr də bizim lövhənin uzunluğudur. Uzunluq. Demək, indi cavablara baxırıq. A, B, C və D. Baxın, elə C cavabında yazıb. Eni 1 metr 50 santimetr, uzunluğu 2 metr. Eyni biz tapdığımız kimi. Eni 1 metr 50 santimetr, uzunluğu 2 metr. Doğru cavabımız C bəndidir.